Hər kəsə salam. Bu gün sizinlə birlikdə mətbəximizin tacı, süfrəmizin bəzəyi olan əsil Bakı paxlavası hazırlayırıq. Görün necə şirəli və ləzzətli görünür. İlk olaraq içliyimizi hazırlayaq. Bizə 600 qram təmizlənmiş qoz ləpəsi lazımdır. Tam olaraq toz halına gətirməyin, içərisində biraz iri dənəciklər qalsın. Belə daha ləzzətli olur. Üzərinə 2 stəkan yarım şəkər tozu və 1 çay qaşığı hil əlavə edib qarışdırırıq. Onu da qeyd edim ki, reseptdə istifadə etdiyim stəkanın ölçüsü 200 ml-dir. İndi isə şərbətimizi hazırlayaq. Qazançaya 2 stəkan şəkər tozu və 1 stəkan su əlavə edib orta odda qaynamasını gözləyirik. Qaynadıqdan sonra üzərinə 1 xörək qaşığı limon suyu və 1 xörək qaşığı bal əlavə edib qarışdırıb ocaqdan götürürük. Şərbəti çox bişirmək olmaz, yəni qatılaşdırmayın, yoxsa paxlavanız bərk alınacaq. Keçirik ən əsas məsələyə, paxlavanın xəmirinin hazırlanmasına. Dərin bir qaba 800 qram unu ələyirik. Üzərinə 1 çimdik duz, 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığının yarısından da az, hardasa 1/3 hissəsi qədər instant maya əlavə edib qarışdırırıq. Ortasında bir oyuq açıb, bura 2 ədəd yumurta, 180 qram az yağlı xama, yəni stəkanlarda satılan 10%-lıq xamalardandır. Onlar elə 180 qram olur və 350 qram əridilmiş yağı əlavə edib qarışdırırıq. Yağ qaynar olmamalıdır, ilıq halda olmalıdır. Daha sonra stəkanın yarısı qədər, yəni 100 ml ilıq südü hissə-hissə əlavə edərək xəmiri yoğururuq. Xəmirimiz yumşaq, ələ yapışmayan və elastik olmalıdır. Xəmiri heç gözlətmədən 14 hissəyə kəsirik. 2 kündəni iri tuturuq 120 qramla, qalan 12 kündəni isə 70 qramla götürürük. Böyük kündələrin biri alt qatına, digəri isə üst qatı üçün nəzərdə tutulub. Kündələri hazırladıqdan sonra üzərini örtürük ki, qurumasınlar. 5-10 dəqiqə dincəldirik. O vaxta kimi də 400 qram kərə yağını əridirik. İşə ilk iri kündəni yaymaqla başlayırıq. Mən videoda biraz nazik yaymışam, amma bunu sizə məsləhət görmürəm, çünki bu alt qatdır deyə ona görə qalın olmalıdır. Yəni alt və üst qatlar, hazırladığımız 120 qramlıq kündələr, bunları biraz qalın yayın. Amma qalan kündələri, yəni 70 qramlıq kündələri çox nazik yaymalısınız. Formamızı əridilmiş kərə yağı ilə yağlayırıq ki, paxlavamızın altı yapışmasın. Daha sonra ilk kündəni bura yerləşdirib kənarlarını da kəsirik. Bu qalmış kənarları əlbəttə ki, atmırıq. Onlardan sonra çox ləzzətli mütəkkə hazırlaya bilərsiniz. Formamın da diametri 38 santimdir. Üzərini də bol kərə yağı ilə yağlayırıq. İndi isə ikinci kündəni yayırıq. Yəni ara kündələri yaymaqla davam edirik. 70 qramlıq kündələrdir. Bunları da bayaq qeyd etdiyim kimi çox nazik yaymalısınız. Fikir verdinizsə, biz birinci və ikinci qatın arasına içlikdən əlavə etmədik. Sadəcə yağladıq və indi ikinci xəmiri bura yerləşdirdikdən sonra üzərini yenidən yağlayıb artıq indi içlikdən əlavə edirik. Yəni bu şəkildə 13-cü qata qədər davam edirik.
Bu artıq 13-cü qatdır. Onun da arasına içilikdən səpmirik. Sadəcə yağlayırıq və üzərinə də 14-cü qatı yerləşdiririk və paxlavanı dərhal kəsmirik. Qoyuruq 30-40 dəqiqəlik soyuducuya. Soyuqda xəmir biraz özünü tutur. Beləcə də kəsəndə formalar daha səliqəli və iti alınır. Mən ulduz formasında kəsirəm. Siz isə öz zövqünüzə uyğun istənilən formada kəsə bilərsiniz. Dostlar, zəhmətimə dəyər verib videonu bəyənsəniz, rəylərdə öz fikirlərinizi və bəlkə də öz kiçik sirlərinizi bölüşsəniz çox şad olaram. Hələ də kanalıma abunə deyilsinizsə, abunə olun ki, növbəti dadlı reseptləri birlikdə hazırlayaq. Sizin hər bir bəyənməniz və şərhiniz mənim üçün yeni videolar çəkməyə böyük bir motivasiyadır. İndi isə paxlavanın üzərinə 2 ədəd yumurta sarısını bolca çəkirik. Əgər istəmirsinizsə ki, paxlavanızın rəngi tünd alınsın, onda sarı boyadan da istifadə eləyə bilərsiniz. Məndə kənd yumurtasıdır, ona görə də rəngi biraz tünd olur və üzərinə də qoz əlavə edib 170 dərəcəli isidilmiş sobada ilk olaraq 15 dəqiqə bişiririk. Sonra isə sobadan çıxardıb kəsim yerlərindən bıçaqla yenidən kəsirik və qalan əridilmiş yağı hər tərəfinə gəzdiririk. Yenidən paxlavamızı sobaya qaytarırıq və bu dəfə isə 170 dərəcəli isidilmiş sobada yarım saata bişiririk və yaxud da üzəri tam qızarana qədər. Sobalar müxtəlifdir. Ola bilsin ki, sizdə bu vaxt biraz fərqlənə bilər. Tez və yaxud da gec bişə bilər. Ona görə buna mütləq nəzarət edin. Əsas məqam, paxlava sobadan çıxan kimi qaynar paxlavanın üzərinə soymuş şərbəti əlavə edirik. Tam soyduqdan sonra paxlavaları formadan ehtiyatla çıxardırıq. Qatıların səliqəsinə, qozun o qızılı rənginə diqqət yetirin. 14 qatın hər birisi tək-tək sayılır. Altı da, üstü də eyni dərəcədə gözəl qızarıb. Dostlar, hazırladığınız bu paxlava ilə süfrənizə bərəkət, evinizə isə bayram əhval-ruhiyyəsi gələcək. Əgər bura qədər mənimlə qaldınızsa, hər birinizə təşəkkür edirəm. İndi isə çayları süzək. Yanında əsl Bakı paxlavası olan bir çay süfrəsindən daha gözəl nə ola bilər ki? Süfrəniz hər zaman bol ruzulu, bərəkətli olsun. Hələlik.